Səbail rayon məhkəməsi prezident administrasiyasının sabiq rəhbəri AMİA'nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırmaqda ittiham olunur. AMİA'nın sabiq prezidentinin cinayət məsuliyyətindən sonra bir çoxları ehtiyat edərək bu barədə danışmaq istəmir. Bu şəxslərin əksəriyyəti də vaxtilə Ramiz Mehdiyevə ağsaqqal deyə müraciət edənlərdir. Teleqraf bu məqamda vəzifədə olarkən Ramiz Mehdiyevin şəninə təriflər yağdıran bir sıra ictimai-siyasi xadimlərin və onların Ramiz Mehdiyevlə bağlı dedikləri fikirləri təqdim edir. AMİA'nın hazırki prezidenti İsa Həbibbəyli. Stat. Azərbaycanın müstəqillik dövrünü dövlətçilik istiqamətində və elm sahəsində bacarıqla təmsil edən akademik Ramiz Mehdiyev bugün də çoxcəhətli elmi və siyasi ideoloji fəaliyyət yollarında özünün şərəfli və məsuliyyətli missiyasını böyük uğurla davam etdirir. Akademik Ramiz Mehdiyevin siyasi portreti, şəxsiyyətinin bütövlüyü, dövlətçilik ideallarına dərin sədaqəti, taleyüklü həlledici məsələlərdəki prinsipial mövqeyi, müdrik qərarlar qəbul etmək istedadı və xeyirxahlığı ilə səciyyələnir. Dərin və möhkəm mənəvi keyfiyyətlər onun siyasi xarakterini tamamlayır və möhkəmləndirir. Statın sonu. AMİA'nın keçmiş rəhbəri Akif Əlizadə də Ramiz Mehdiyevi tərifləyənlər sırasında olub. Stat. Akademik Ramiz Mehdiyev olduqca işgüzar, zəhmətsevər, yorulmaq bilməyən bir insandır. Onun fikri daim elmi axtarışlarda, qəlbi isə vətənimizin tərəqqisi, yüksəlişi və azadlığı arzusu ilə döyünməkdədir. Görkəmli filosof, alim, dövlət xadimi, yüksək fitri istedad sahibi akademik Ramiz Mehdiyev həm də olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətdir. Statın sonu. Koronavirus pandemiyası dönəmində məhdudiyyətlərə baxmayaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən və buna görə məsuliyyətə cəlb olunan Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov isə vaxtilə Ramiz Mehdiyevi belə tərifləyib. Onun yazdığı əsər Ramiz Mehdiyevin yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi konseptual baxışlara malik siyasətçi və dövlət xadimi, filosof olduğunu bir daha təsdiqləyir. Düşünürük ki, akademikin bu əsərində yüksək vətənpərvərliklə irəli sürdüyü tezislər Bakı Dövlət Universitetində gənclərlə işin daha səmərəli təşkili, onların yeni dövrün gerçəklikləri ruhunda formalaşması baxımından əhəmiyyətlidir. Statın sonu. Teleqrafa açıqlamasında Ramiz Mehdiyevin mənə nə dəxli var deyən prezident administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov isə vəzifədə olanda Ramiz Mehdiyevin kitabını belə şərh edib. Stat. Akademik Ramiz Mehdiyevin əsərləri həm də qaldırılan problemlərin çoxşaxəlliyi və müzakirəyə çıxarılan ideyaların zənginliyi baxımından tədqiqatçılar üçün yeni tezislər müəyyənləşdirir və maraqlı araşdırmalara yol açır. Akademik Ramiz Mehdiyevin milli ruh və qlobal düşüncəyə xas olan yaradıcılığını mübaliğəsiz olaraq müasir Azərbaycanşünaslığın ünvanı kimi səciyyələndirmək olar. Statın sonu. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Ziyad Səmədzadə Mehdiyevin Demokratiya yolunda irs haqqında düşünərkən kitabını belə şərh etmişdi. Stat. Demokratiya yolunda irs haqqında düşünərkən kitabı heç şübhəsiz ki, ictimai elmlərə, bütünlükdə Azərbaycan elminə fundamental bir töhfədir. Mən son illərdə Azərbaycan elminin, o cümlədən fəlsəfə elminin inkişafında bu sahədə sözün əsl mənasında cəsarətli addımlar atan akademik Ramiz Mehdiyevə bu çox dəyərli kitaba görə bir daha təşəkkürümü bildirirəm. Mən əminəm ki, bu kitab ilk növbədə bütün dünyaya bəyan edəcəkdir ki, Azərbaycan keçmiş irsi təhlil edərək qoruyur. Statın sonu. Sabiq millət vəkili Bəxtiyar Sadıqov. Stat. Müasir dövrün mahir təhqiqatçısı, görkəmli filosof və ideoloq Ramiz Mehdiyev ölkəmizin ictimai-siyasi həyatında baş verən prosesləri dünyadakı hadisələrlə əlaqəli şəkildə araşdıraraq qiymətləndirən bir sıra konseptual elmi fəlsəfi əsərlərin müəllifidir. Statın sonu. Parlamentin sədr müavini millət vəkili Musa Qasımlı. Stat. Ramiz müəllim mənə həmişə sadə, səmimi və mehriban bir insan təsiri bağışlamışdır. Onu müstəqil Azərbaycan dövlətinin və millətimizin güclü, möhtəşəm olmasına çalışan bir dövlət adamı kimi qəbul etmişəm. Ramiz müəllim dəyərli əsərləri ilə ölkənin sərhədlərini aşan və mükəmməl elmi məktəbi olan müasir Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir. Statın sonu.
Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.